Möhtəşəm, əzəmətli insanların dəfn olunduğu Bəqi qəbirstanlığı. Oranı ziyarət eləməyə gedirik inşallah. Bəqi qəbirstanlığında insanlığın ən üstünü Həzrət Peyğəmbərin vəsiləri, bəşəriyyətin imamları, 4 imamımız uyuyur. Onlar Həzrəti Həsən İbn Əli, İmam Həsən əleyhissalamdır və Həzrəti Zeynəl Abidin Əli ibn Hüseyin, İmam Hüseynin övladıdır. Ondan sonra onun övladı Muhammed Baqir əleyhissalamdır. Baqir ibn Əli, yəni Muhammed ibn Əli. Ondan sonrası da İmam Sadiq əleyhissalamdır. Cəfər ibn Muhammed. Allahümme salli ala Muhammed ve Muhammed. Onların burada dəfn olub. İş burasıdır ki, bütün qəbirstanlıqda bütün insanlara ziyarət eləmək, yaxından gedib ziyarət eləmək mümkündür. Yalnız bu 4 imamın qəbrinə imkan vermirlər ki, insanlar yaxından ziyarət etsin. Ancaq kənarda. Bu qədər insan hamısı Bəqi qəbirstanlığını ziyarət eləməyə gedir. Nəzərinizə çatdırım ki, bura bağlı olur. Səhər açılır, bir də əsr namazından sonra açılır. Yarım saatca açıq edirlər, sonra təzədən bağlayırlar. İnsanlar yəni kısıtlı şəkildə ziyarət edə bilir. Bəşəriyyətin ən üstün insanlarına yaxınlaşırıq. Əhli Şiyənin 4 imamına yaxınlaşırıq. İmam Həsən əleyhissalama, İmam Zeynəl Abidin əleyhissalama, İmam Muhammed Baqir əleyhissalama və İmam Cəfər Sadiq əleyhissalama yaxınlaşırıq. Hatta dayanıb şəkil çəkməyə belə qoymurlar. Hərəkət edən deyirlər. Allahümme salli ala 4 imamımız buradadır. يلا يا شيخ تحرك هي اللي واقف هنا ايه تحرك حرك يا شيخ حركات يلا حركات ما في شمس طلع النار Allah'ım. يلا يا شيخ يلا يا حاج اللي واقف هنا ايه تحرك المسار ماشي حركات يلا Hatta oradan belə ziyarət eləməyə imkan vermir. Ancaq kənardan olaraq ziyarət edib getmək mümkün. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ya İmam Hasan, ya İmam Zeynel Abidin, ya İmam Muhammed Baqir, ya İmam Cəfər Sadiq. Salam olsun. Salam. Salam aleyke ya İmam Hasan. Salam aleyke ya İmam Zeynel Abidin. Salam aleyke ya İmam Muhammed Baqir. Salam aleyke ya İmam Cəfər Sadiq. Allahümme salli ala Muhammed ve ali Muhammed. İnsanlar belə fırlanır. Bütün qəbirlərə yaxınlaşmaq mümkündür. Mədinəlilər gəlib gedib öz qəbirlərini ziyarət edə bilərlər. Amma məzlum imamlar, bəşəriyyətin ən üstünləri, yaranışın səbəbləri, Həzrət Peyğəmbərin vəsiləri, insanlığın müəllimləri məzlum şəkildə kənarda qalıb. Bir daha nəzərinizə çatdırım ki, bunların üzərində məqbərə olub. Səudiyyə rejimi əsrin əvvəllərində bu məqbərələri dağıdıb. Yəni burada üstlərində böyük imarət olub, zirehləri olub, insanlar gəlib ziyarət edib, amma onu məlun rejim dağıdıb. عسكري يا ماجد يلا يا شيخ تحرك هي تحرك يا شيخ اللي واقف هنا هي تحرك Bəqi qəbirstanlığına da çəkilişi dayandırıram. Allah hamımıza
14 Məhsumun ziyarətini nəsib eləsin.